Çobanlar fermanın yarım milyonluq heyvanlarını satdılar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən iki fermada baş verib. Ailə təsərrüfatı olan fermanın sahiblərindən biri Firdovsi Baxşovun sözlərinə görə hadisə 2 il bundan öncə baş verib. Fermalarında çalışan Kemaləddin Hüseynov və onunla əlbir olan qohumu Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iri buynuzlu heyvanları uğurlayıblar. Onlar bunu əsas sahibkarın adından istifadə edərək həyata keçiriblər. Adi işçiləri aldadaraq güya heyvanları sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər. Fevral ayı idi. İşə gəldim, gördüm ki, qapı açıqdır. Hər gün mən qapını bağlayıb gedirəm, böyük darvazan. Gəldim ki, qapı açıqdır. Maraqlandım ki, qapı niyə açıqdır? Dedilər ki, Kemaləddin gecə heyvan aparıbdır. Adildən icazə alıbdır, icazəsi ilə buradan mal aparıbdır. Zəng elədim Adil müəllimə, Adil müəllim dedim, elə bir məlumatım yoxdur. Tez gəldi iş yerinə, baxdıq ki, 8 baş buradan mal aparıbdır. 8 baş mal aparıb, zəng elədi Kemaləddinə zəng çatmır. Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gəliblər. Məlum olub ki, burada olan bütün heyvanlar da uğurlanıb. Əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar. Kemaləddini axtardıq. Kemaləddin bizə cavab vermədi. Bir neçə saatdan sonra axşam tərəfi bizə cavab verərək pulum yoxdur. Yoxdur. Neynəmsən? O suala cavab vermədi. Sonra da telefonu söndürdü. Bizə cavab vermədi. Kemaləddinin qardaşı Mühəbbətidir, yeznəsi Aruzudur, bacısı oğlu Ceyhunudur, sonra Ceyhunun anası idi. Biz onlara o heyvanlara baxmaq eyində biz onlara əmək haqqı ödəyirdik. Biz onlarla qardaşı Mühəbbət bizə təklif elədi ki, bu heyvanlar qayıdacaq yerinə, narahat olmayın. Biz buna baxmayaraq Salyan polisinə müraciət elədik. Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqları 44 baş müxtəlif cinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxladıqları yerdən tapılaraq geri qaytarılıb. Bu bazarda çıxardıb biz o heyvanları olsaydıq milyondan yuxarı idi. Böyük şəbəkədir. Kemaləddin bunu kimə veribdi? Kemaləddin neyiniyib bu qədər heyvanları satıb neyiniyibdi? 812 başın bir adama satıbdı. Neynəmsən bu? Heyvanlara nəzarət kimi Ceyhuna həvalə eləmişdik, maşın verdiyimizə görə. Yəni biz deyirik, Ceyhun özünü ilə aparırdı ki, mənim xəbərim yoxdur, o satıbdı. Ceyhun deyir ki, Kemaləddin satıbdı. Amma istintaq qənaətə gəldi ki, bunların WhatsApp danışıqlarından qoyunlar kimə satılıb, qoyunlar hara gedib, Ceyhunun əli ilə gedibdi. Hazırda sahibkarların istəyi onlara dəyən ziyanın ödənilməsidir. Sahibkarların şikayəti əsasında Kemaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda Salyan rayon prokurorluğunda araşdırma aparılır. Ruzanna Kərimli, Səbuhi Mustafayev, Yusif Kərimli, Xəzər xəbər.